Bir qrup deyir ki, o ateistdir. Başqa bir qrup deyir ki, o şeytandır, ondan uzaq dayanmaq lazımdır. Digər bir qrup deyir ki, ondan hansı çox varlıdır. Az bir qism isə belə düşünür ki, ümumiyyətlə o şagird deyil, gizli, xüsusi bir təşkilata xidmət eləyir. Sinclair isə oğlan haqqında bu sözləri deyir. O, qiyafəsini dəyişərək kəndli uşaqların arasına qatılmağa cəhd edən şəhzadəyə bənzəyirdi. Hər insan yaşama boyu iki ayrı dünyanın sərhəddində yaşayır. Birinci dünya icazəli dünyadır. Bu dünyada hər şey şəffaf və nizamlıdır. Burada ailə var, məktəb var, sevgi var, karyera var, uğur var. Müəllimlər, valideynlər, din adamları insan üçün yalnız bu dünyanın mütləq və vacib olduğunu müdafiə edirlər. Bir də ikinci dünya var. İkinci dünya qadağalı dünyadır. Qadağalı dünya icazəli dünyanın tam əksidir. Qadağalı dünyada cinayət var, qorxu var, pis vərdişlər var. Qadağalı dünyada oynanan oyun icazəli dünyadakı kimi aydın və şəffaf deyil, qaranlıq və sirlidir. Buna görə də qadağalı dünyada yaşamaq çox təhlükəlidir. Hər insanın həm icazəli, həm də qadağalı dünyada yaşaya biləcək potensialı mövcuddur. Hər insan eyni anda daxilində ən azı iki personajla yaşayır. Aydın dünyada olan personaj əxlaqlı biri ola bilər, amma eyni personaj qaranlıq dünyada alçaq biridir. Aydın dünyanın rəhbəri Tanrıdırsa, qaranlıq dünyanın rəhbəri şeytandır. İnsan gündəlik yaşantısında hər zaman aydın personajını ön planda tutmağa çalışır. Çünki o icazəlidir və icazəli olduğu üçün də qaydaları nisbidir. Bu qaydalar ölkələrə, şəhərlərə, hətta rayon və kəndlərə görə də öz formasını dəyişə bilir. Məsələn, Bakıda siz rahat şortikdə gəzə bilirsiniz, amma ucqar bir kənddə bunu eləsəz, sizə pis baxacaqlar. Bu qayda nisbi bir qaydadır və hər yerdə fərqli cür yozulur. Amma Bakıda da, ucqar kənddə də, hətta dünyanın hər yerində qadağan olan şeylər var. Məsələn, cinayət, birini öldürmək. Bunun nəticəsi bəllidir, buna münasibət də bəllidir. Baxın, insanın qadağalı dünyasında olub bitən hər şey mütləq həqiqət kimidir. Yəni, dünyanın hər bir yerində eyni nəticə ilə qarşılanır. Siz aydın dünyadakı hər hansısa bir hərəkəti yozub qaranlıq dünyaya aid eləyə bilərsiniz. Məsələn, elə şortik misalı buna uyğundur. Amma qaranlıq dünyada olub bitənlər tərif edilə bilmir. İnsan da daim təhlükəsizlik axtarışında olan bir varlıq kimi icazəli dünyada ya həqiqətən yaşayır, ya da yaşayırmış kimi imitasiya eləyir. Yəni, bizim ruhumuz qadağalı dünyada yaşasa da, qəşəng geyinirik, səliqəli yeriyirik, düzgün danışırıq, yaxşı qidalanmağa çalışırıq, insanlarla yaxşı münasibət qurmağa cəhd eləyirik, cinayətdən, qanunsuzluqdan uzaq dayanırıq. Bu, eynən vəhşi bir heyvanın şəhər həyatına uyğunlaşmasına bənzəyir. Təbiətində vəhşilik var, amma insanların arasında onların qaydalarına riayət eləməyə məcburiyyətindədir. Çünki bilir ki, nə qədər çox uyğunlaşmaq, bir o qədər çox təhlükəsizlik deməkdir. Biz də eynən o vəhşi heyvan kimi təbiətimizin vəhşi tərəflərini kütlə içində gizlədirik. Hər kəs kimi geyinir, hər kəs kimi işləyir, hər kəs kimi əylənirik. İnsanlar bizi çox sevir. Bir vətəndaş, tələbə, partnyor olaraq da rəğbət görürük. Amma arada bir tək başımıza qalanda, yaxud insanlar içindəykən qaranlıq tərəflərimiz özünü biruzə verir. Məsələn, nifrət etdiyimiz birini öldürmək istəyirik və ya hər şey qaydasında gedərkən xaos yaratmaq istəyirik. Amma bu düşüncələri adətən gizlədir, bastırır və yox sayırıq. Çünki yaxşı bilirik ki, bu düşüncələri reallaşdırsa başımıza nələr gələcək. Ona görə də bu dünyadan qaçır, bu dünyanın qapılarına qıfıl vururuq. Bəs qadağalı dünyanın qapılarına qıfıl vurmaq onu yox eləyirmi? Ümumiyyətlə, nə üçün belə bir dünya mövcuddur? Ya da sualı belə qoyum. Bir insan sadəcə icazəli dünyasında qalaraq qaranlıq dünyasını yox sayarsa, nə baş verər? Bir insan qaranlıq dünyasına addım atmadan, oradakı qaranlıq şəxsiyyətini görmədən, həqiqi mənada azad ola bilərmi? Bir şəxsiyyət kimi formalaşa bilərmi? Bir insan öz şeytan tərəfini kəşf etmədən, həqiqətən yaxşı bir insan ola bilərmi? Həmişə axtaran olmuşam və eləcə də qalıram. Amma artıq ulduzlarda ya da kitablarda axtarmıram. Damarlarımda axan qanın dediklərinə diqqət kəsilməyə çalışıram. Hekayəmdə xoş heç nə yoxdur. Uydurma nağıllara xas zərif harmoniyadan danışmağına belə dəyməz. Əksinə, söyləyəcəklərim artıq aldanmaq istəməyən birinin iç qiyamı və sayıqlaması ilə doldu. Sinclair düzgün, imkanlı bir ailədə doğulub.
Ailəsi dindar, savadlı, hörmət görən və qayda-qanunlu insanlardır. Sinclair əmindir ki, bu ailənin qayda-qanunlarına riayət etdiyi təqdirdə onu da digər övladlar kimi aydın bir gələcək gözləyir. Təmiz paltarlar, gözəl həyat yoldaşı, tərbiyəli övladlar. Bundan da şikayətçi deyil. Lakin Sinclair zamanla qeyri-iradi şəkildə qaranlıq həyatına boylanmağa başlayır və hiss eləyir ki, o dünya nə qədər təhlükəli olsa da, orada özünü daha gerçək və canlı hiss eləyir. Hətta bir gün ailəsini tərk edərsə, nələrlə qarşılaşacağını bilmək üçün bu seçimi daha öncədən gənclər haqqında oxumağa başlayır və oxuduqca məyus olur. Çünki görür ki, bu yola çıxan gənclər qısa bir müddət sonra ailələrinə, o aydın dünyalarına geri dönürlər və hətta bu geri dönüş onlar üçün bir uğur simvoluna çevrilir. Sinclairə görə isə bu uğur yox, əslində qorxaqlıqdır. Sinclairin özündən yaşca böyük bacıları var. Lakin onlar belə düşünmürlər və yaşadıqları aydın dünyadan şikayətçi deyirlər. Hal belə olanda Sinclair özünü tək hiss eləyir. Bu, bilirsiniz nəyə bənzəyir? Təsəvvür eləyin ki, bir uşaq illərdir teatra gedib tamaşa izləyir. Ona görə səhnədə baş verənlər müzakirəsiz həqiqətdir, realdır. Amma bir gün bu uşağın yolu təsadüfi şəkildə kulisə sataşır. Və görür ki, sən demə onun həqiqət hesab etdiyi dünyadan başqa ayrı bir dünya da var imiş və burada baş verənlər heç də gülməli deyil. Həmin uşaq daha sonra istəsə də tamaşanı səhnədə baş verənlərdən ibarət hesab eləyə bilmir. Hətta səhnədən daha çox ona kulis maraqlı gəlməyə başlayır və bir yerdən sonra səhnə onun üçün tamamilə mənasını və marağını itirir. Sinclair də öz daxili aləminə boylananda görür ki, o başdan-başa yaxşılıqdan ibarət deyil, eyni qədər pisliklərə də sahibdir. Amma bir reallıq var ki, ailəsi onu sadəcə yaxşı tərəflər ilə qəbul edir. Sinclair isə evdən kənara addımını qoyan kimi hər tərəfdən onu qaranlıq dünya qarşılayır və qaranlıq dünya ilə aydın dünyada olan qaydalarla mübarizə apara bilmir. Məsələn, Kroner adlı bir məktəbli ondan davamlı pul istəyir və şantaj edir. Sinclair də hər dəfəsində qorxusundan onun dediklərini eləyir. Hətta bu məsələ elə bir hal alır ki, Kroner ən sonda ondan bacısını da yana gətirməsini istəyir. Kroner Sinclairin ən böyük qorxusudur və o qorxusuna qulaq asdıqca qorxusu hər gün daha da sırtıqlaşır və onun həyatını hər keçən gün daha da işğal eləyir. Kroner başdan-başa qaranlıq dünyaya aid bir personajdır. Sinclair isə tamamilə aydın və biz burada klassik xeyirlə şərrin mübarizəsini görə bilmirik. Uşaq vaxtı bizə nə deyirdilər? Bala, hər zaman düz yolda ol. Xeyir hər zaman şərrə qalib gəlir. Amma yox, bu heç də belə deyil. Bəs xeyir nə zaman şərrə qalib gələ bilər? O xeyir ki, daxilində yaxşılıq qədər pislik də daşıyır. O aydınlıq ki, daxilində öz böyüklüyü qədər qaranlığa da sahibdir. Bir gün Sinclairin oxuduğu məktəbə yeni bir oğlan gəlir. Bu oğlan tək-tənha gəzən, son dərəcə özündən razı, soyuq və məsafəlidir. Heç kimlə danışmır. Məktəbə gəldiyi andan onun haqqında dedikodular yayılmağa başlayır. Bir qrup deyir ki, o ateistdir. Başqa bir qrup deyir ki, o şeytandır. Ondan uzaq dayanmaq lazımdır. Digər bir qrup deyir ki, onun anası çox varlıdır. Az bir qismi isə belə düşünür ki, ümumiyyətlə o şagird deyil. Gizli, xüsusi bir təşkilata xidmət eləyir. Sinclair isə oğlan haqqında bu sözləri deyir. O, qiyafəsini dəyişərək kəndli uşaqların arasına qatılmağa cəhd edən şahzadəyə bənzəyirdi. Oğlanın adı Max Damian'dır. Damian məktəbə gələr-gəlməz hər kəs arasında populyarlaşır. Amma Sinclair də daxil heç kim ona yaxınlaşmağa cəsarət edə bilmir. Bir gün Damian və Sinclair eyni sinifdə Allah qanunları adlı dərsdə iştirak edirlər. Dərsdə müəllim Qabil və Habilin hekayəsindən danışır. Hekayəni bilməyənlər üçün qısa izafərəsi olsam, Qabil və Habil Adəmin iki oğludur. Bir gün onlar Allah yolunda qurban gətirirlər. Habilin qurbanı səmimi olduğu üçün qəbul olunur, Qabilinki isə rədd edilir. Qabil bunu qısqanır və qardaşı Habili öldürür. Bu, insan tarixində ilk cinayət hesab edilir. Ardınca Qabil cinayətindən peşman olur, amma Tanrı tərəfindən bağışlanılmır və sürgün edilir. Dərs bitir və Sinclair evə dönərkən Damian ona yaxınlaşır və dərsdə bəhsi keçən Habil və Qabillə bağlı deyilənlərin uydurma olduğunu iddia edir. Sinclair səbəbini soruşanda o deyir: "Deyək ki, Qabil həqiqətən Habili öldürür ki, bu ola bilən bir haldır. Ardınca Qabilin dəhşətə gəlib öz günahının boynuna alması da normal sayıla bilər. Amma əgər bu damğa cəza üçündürsə, qəribədir ki, bu adam hamıdan fərqli görsənir. Elə bil ona qorxaqlığına görə orden veriblər."
Qabil insanlıqda ilk dəfə Tanrının hökmünə qarşı çıxan biridir. O, qadağan olanı eləyib, yəni öz iradəsini göstərib. Bu, sadəcə qorxaqlıq deyil, həm də şuurun oyanmasıdır. Əgər biri fərqli davrandığına görə damğalanırsa, bu qəribədir. Bəlkə o, həqiqətə digərlərindən daha çox yaxın idi. Demian bu sözlərin ardınca çıxıb gedir. Bu mərhələ Sinclairin dərk etmə və şübhələrinin ilkin nöqtəsinə çevrilir. Bu görüşün ardından Sinclair başına bəli olan Kronerin anidən ortadan itdiyini görür. Bir səfərində yolda qarşılaşdıqlarında isə Kroner dərhal yolunu dəyişib başqa istiqamətə gedir. Sinclair bunun Demianın işi olduğundan əmin olur. Amma Demiana yaxın dayanmaq yerinə ən ciddi problemindən qurtulduğuna sevinib Demianı başından eləyir və ondan uzaqlaşır. Çünki görür ki, Demian bütün hərəkətləri ilə onun aydın dünyasına zərbə vurur. Onu o təhlükəsiz zonasından kənara dəvət edir. Sinclair isə buna razı deyil. Əksinə ailəsinin yanına qayıdır və onlara etdiyi bütün pis hərəkətlərə etiraf eləyərək bağışlanılmaq istəyir. Ailəsinin isti qucağına dönmək, o doğma mühitin təhlükəsiz anlarından ləzzət almaq ilk başda xoş olur Sinclair üçün. Amma zaman keçir və görür ki, biolojik olaraq aydın dünya öz yerini yavaş-yavaş qaranlıq dünyaya təhvil verir. Məsələn, cinsəlliklə bağlı fikirləri baş qaldırmağa başlayır. Bununla necə mübarizə aparacağını bilmir. Ailəsinə də bu mövzuda nəsə deyə bilmir. Eyni zamanda o, hazırda olduğu aydın dünyanı özü qazanmayıb. Demian sayəsində buradadır. Bunun verdiyi günahkarlıq bir yandan onu sıxmağa başlayır. Başa düşür ki, o eynən tənqid etdiyi fərsiz övladlar kimi ata evinə geri qayıdıb və bunu da uğur adlandırıb. İndi isə bu aydın dünyanın qapıları ondan asılı olmadan yavaş-yavaş özünə bağlanır. Buna rəğmən Sinclair uşaq dünyasından əl çəkmək istəmir. Qaranlıq dünyanı heç bir halda qəbul etmək niyyətində deyil. Bir gün növbəti bir dərsdə yenidən Demianla eyni partada əyləşirlər. Bu dəfəki dərs isə Golgov haqqındadır. Golgov İncildə İsa Məsihin çarmıxa çəkildiyi təpənin adıdır. Yəni orası həm qurbanın, həm də xilasın rəmzidir. İsa orada bəşəri günahları öz üzərinə götürür. Amma İsa orada tək deyildir. İncilə görə İsa iki quldurun arasında çarmıxa çəkilir. Quldurların biri sağında, digəri solundadır. Birinci quldur İsanı lağa qoyur. Deyir, əgər sən Tanrının oğlusansa, onda özünü də xilas elə, bizi də. İkinci quldur isə peşman olur və deyir, biz layiqincə cəzalanırıq. Amma bu adam, yəni İsa, günahsızdır. Məni öz səltənətində xatırla. İsa isə ona cavab verir. Bugün sən mənimlə cənnətdə olacaqsan. Xristian təfsirində ikinci quldur, yəni tövbə eləyən quldur, yaxşı quldur sayılır. O, sonunda tövbə eləyir, günahlarını etiraf eləyir və İsa onu bağışlayır. Yəni bu, iman və bağışlanma hekayəsidir. Müəllim də ilə bu hekayəni danışır. Dərs bitəndə Demian Sinclairə yaxınlaşıb bu hekayədə bir qəribəlik olduğunu söylüyor. O deyir, Sinclair, hər kəs tövbə edən quldura rəğbət bəsləyir. Amma qəbrin 2 addımlığında bu tövbənin nə mənası var ki? Əgər bu gün həmin quldurlardan biri ilə dost olmaq qərarına gəlsəm, mən qorxusundan tövbə eləyən quldurla əsla dost olmaram. Mən digərini, tövbə etməyən qulduru seçərəm. O, düşdüyü vəziyyətdə tövbəyə tüpürür, öz yolu ilə sonuna kimi gedir və axırıncı anda belə yardımcısı olan şeytandan əl çəkmir. Onun iradəsi var. İncil hekayələrində isə iradəli adamlar tez-tez ziyana uğrayırlar. Bu quldur bəlkə də Qabilin nəslindəndir. Demiana görə insanlığa təqdim olunan qəhrəmanlıq və nəhayətində Tanrı anlayışı həddindən artıq mükəmməldir. Halbuki dünya bu qədər mükəmməl bir yer deyil. Ona görə əgər biz dünyanı yaradanın Tanrı olduğuna inanırıqsa, o zaman hər yaxşı şeyi o mükəmməl Tanrının adına yazıb, qalan pislikləri şeytanın ayağına yazmağımız doğru deyil. Belə olan halda biz Allahla yanaşı şeytanın da qulluğunda durmalıyıq. Ya da elə bir Allah yaratmalıyıq ki, o özündə həm şeytanı, həm də Allahı birləşdirsin. Sinclair görür ki, Demian da əslində onun bir vaxt düşündüyü icazəli və qadağalı dünya konseptini nəzərdə tutur. Demian dolayı yolla deyirdi, aydın dünya icebergin görünən hissəsidir, amma görünməyən çox böyük bir hissə daha var ki, müəllimlər, din adamları adətən bu hissəyə əl atır və onu ört-bastır etməyə çalışırlar, amma alınmayacaq. Fikirləşməyə başlayan heç bir kəsdə bu alınmayacaq. Bu söhbətin ardından Demian gedir və bir il ortalıqdan yox olur. Sinclair isə tək tənha aydın, doğma həyatında qalmağa davam edir. Bu əksəriyyətimizin başına gəlib. Deyək ki, yeməklərini çox sevdiyimiz bir restoran var, amma bir gün təsadüfən gözümüz o ləzzət hesab etdiyimiz yeməklərin bişdiyi mətbəxə sataşır.
Yaxud bir kimsə bizə oranı göstərir və illərdir heyran olduğumuz məkan bir an içində gözümüzdən düşür və artıq ora getmirik. Getsək də yeməklərindən zövq almırıq. Bu məkan metaforu Sinclairin illərdir zövq aldığı aydın həyatıdır. Ailəsi, yaxınları, yoldaşları. Sinclair bu həyatın bir dəfə də olsun mətbəxi ilə rastlaşmayıb və yaxud ora baxmağı ağlından belə keçirməyib. Bir gün Demian gəlir və ona belə bir otağın ola biləcəyi şübhəsini pıçıldayır və gedir. Sinclair sorğulamağa başladıqca qeyri-ixtiyari köhnə dəyərləri alt-üst olur. Bu əslində təhlükəli bir vəziyyətdir. Yəni, bir insanın həyata tutunduğu həqiqətinə nişan almadan öncə onun yerinə başqa bir dəyər və həqiqət vermək lazımdır ki, həmin adam boşluğa yuvarlanmasın. Sinclair məhz Demianın gedişi ilə o boşluğa yuvarlanır. Çünki əvvəllər saxta da olsa belini sökədiyi dəyərləri var idi, amma indi o da yoxdur. Bu mərhələdə Sinclair Demiana qarşı içində çox böyük bir aqressiya hiss edir. Bu aqressiya başa düşüləndə əslində. Təsəvvür eləyin ki, bir qızı çox sevirsiniz, amma günlərin bir günü bir yoldaşınız sayəsində öyrənirsiniz ki, sən demə qız sizi illərdir aldatırmış. Bu məqamda sizi aldadan qıza duyacağınız aqressiyaya qədər sizə bu həqiqəti göstərən yoldaşınıza da aqressiya duyursunuz. Çünki nə qədər də saxta olsa, gözəl bir mənzərəni korlayır həmin an. Bu hadisədən sonra Sinclair həyatını ipin əlindən buraxır. İçkiyə, gecə həyatına, avaralığa başlayır. Artıq məktəbdə hər kəs ondan kənar gəzir. Müəllimləri onun hərəkətlərindən boğaza yığılıb valideynlərinə şikayət edirlər ki, bu gedişlə onu məktəbdən qovacaqlar. Ailəsi Sinclairlə nə qədər danışsalar da, onu nə qədər danlasalar da, artıq deyilənlərin heç biri Sinclairə təsir eləmir. O, gecələrini barlarda, qızlarla keçirir, tanımadığı adamlarla gəzir. Yəni Sinclair aydın dünyasından üz çevirir, bu səfər tamamilə qaranlıq dünyasına qərq olur. İstəyir ki, pis də olsa bu səfər bu dünya onu qucaqlasın, orada özünü ev tapa bilsin. Yəni, həqiqət yox, ev axtarışındadır. Amma içki məclislərində, qumarxanalarda, pis yoldaş çevrəsində vaxt keçirdikcə hiss eləyir ki, o bura aid deyil. Məsələn, yoldaşları kimi əxlaqlı qızları yoldan çıxarda bilmir. Yaxud səhər axşam içki içsə də əslində bilir ki, o içki adamı deyil. Heç ondan zövq da almır. Bu cür çarəsiz keçib gedən günlərin birində təsadüfən yoldan keçən bir qadın görür. Bu qadın Sinclairdə çox dərin iz buraxır. Həmin an qadına aşiq olur və ona Beatrice adını verir. Beatrice Dante'nin ilahi komediyasındakı müqəddəs qadının adıdır. O, ilahi gözəlliyin və saf ruhun simvoludur. Sinclair Beatrice'dən o qədər təsirlənir ki, evə qayıdıb günlərlə onun rəsmini çəkməklə məşğul olur. Bu məqamda çox qəribə bir hadisə baş verir. Sinclair bir gün yuxudan oyanıb çəkdiyi rəsmə baxanda, əslində rəsmdə təsvir etdiyi qadının biraz da özünə bənzədiyini fərq eləyir. Rəsmə biraz da diqqətlə baxanda başa düşür ki, bu üz onun dostu, yəni Demianın üzüdür. Hekayənin başında Sinclairin qaldığı evin giriş qapısında asılan gerbə bənzər bir simvoldan danışılır. Hətta o gerbi Demian görür və dayanıb onun şəklini çəkir. Amma gerbin özündən daha çox onun üzərində təsvir olunan fiqur maraqlıdır. Fiqurda bir quş var və içində olduğu yumurtanı çartladıb sanki yeni dünyaya göz açır. Sinclair Beatrice'in rəsminin ardından həmin fiqurun rəsmini təsvir edib onu Demianın köhnə ev ünvanına göndərir. Və bir gün məktəbdəykən kitabın arasında bir məktub görür. Məktubu açır və məktubda bu cümlələr yazılıb. Quş yumurtadan çıxdı. Yumurta dünyadır. Kim doğulmaq istəyirsə dünyanı dağıtmalıdır. Yumurta Allaha doğru uçur. Allahın adı Abraxasdır.